Hamıya salam. Bugün istər sınaqlarda, istər də sınaq kitablarında ən çox düşən palindrom sual tiplərinə izah verəcəm. Ümumiyyətlə palindromluq nədir? Bundan başlayaq. Palindrom ədəd yazıldığı ardıcıllıqla da, yazıldığı ardıcıllığın tərsinə də oxunanda eyni ifadəni verən, eyni nəticəni verən ədədlərə deyilir. Məsələn, 121 ədədini başdan da oxuyanda, sondan da oxuyanda yenə eyni nəticəni verir. 3443 ədədini başdan da oxuyanda, sondan da oxuyanda yenə eyni nəticəni verir. Belə çıxır ki, biz Python dilində palindrom ədədləri müəyyən etməkdən ötürü əslində çox rahat bir üsuldan istifadə edə bilərik. Çünki bizim Python dilində bildiyimiz bir, necə deyərlər, komandamız var, bir operatorumuz var. Biz bilirik ki, STR tipində verilmiş bir ifadə, məsəl üçün salam ifadəsini biz tərsdən yazmaq istəyəndə, tərsdən çapa vermək istəyəndə dəyişən adını qoyub transkripsiya işarəsi içərisində qoşa nöqtə və mənfi 1 ifadələrini yerləşdiririk. Run verəndə, yəni proqramı icra edəndə malas ifadəsini, yəni salam ifadəsinin, yazdığım ifadənin tərsini çapa verir. Bu nə deməkdir? Bəs bu yazılış. Ümumiyyətlə biz bilirik ki, bu daxil edilmiş sətirdəki əslində mövqedən mövqeyə hərfləri icra edən, hərfləri çapa verən bir komandadır. Bu komandanın başlanğıc hissəsi start, orta hissəsi stop və son hissəsi stepdir. Yəni başlanğıc, son və addım. Əgər mən başlanğıca ədəd qoymamışamsa, sona da ədəd qoymamışamsa və həm də addımız mənfi 1-lə vermişəmsə, deməli bu daxil edilmiş sətri tərsdən verəcək. Bu bəs mənə nəyə lazımdır? Mən ədəd daxil edirəm axı. Bu tam da əslində palindromluğun əsas şərtini ödəyən bir komandadır. Ödəyən bir operatordur. Nə edirəm? Ən basitindən başlayaq ki, palindrom ədəd necə tapılar? N bərabər int input verirəm. Klaviaturadan daxil edilmiş bir ədəddir. İndi yoxlamalıyam ki, bu palindromdurmu, deyilmi? Yazıram. N bərabər str. Niyə? Çünki bilirəm ki, bayaq yazdığım bu komandakı var idi ha. Bu komandanı mən ancaq str tipli ifadə ilə yaza bilərəm. Mən int tipli ifadəyə bunu tətbiq edə bilmərəm. Birazdan da yoxlayarıq ki, proqramın verdiyi xətanı da birbaşa görək. N bərabər str-in yazdım. İndi nə yazıram? Bura diqqət edirək. Əgər if n bərabər, yəni mənimsətmirəm də, soruşuram ki, n bərabərdirmi? Nəyə? N qoşa nöqtə mənfi 1-ə. Bu nə idi bayaq dedik? Sətrin tərsi, tərsdən yazılmışı. Bu nədir? Sətrin özü. Əgər sətrin özü sətrin tərsdən yazılmışına bərabərdirsə, deməli bu ədəd palindromdur. Bu qədər bəsit. Əks halda bu ədəd palindrom deyil. Bu ən sadədir. Yəni çox güman ki, onsuz da imtahanda və yaxud sınaq imtahanlarında belə tipdə asan düşmür heç vaxt proqram. Lakin niyə düşür? İndi ora gələcəm. Bu palindrom ədədin tapılma qaydasıdır. Yəni bu qaydanı onsuz da bilirsinizsə, palindromluqla bağlı istənilən düşən sual tipində siz bu qaydanı istifadə eləsəz, yəni yarı bal və yaxud elə tam bal da almaq mümkündür. Çünki palindrom bu deməkdir. Tamamilə doğrudur. Və demək olar ki, hətta yəni düz mən deyənmərəm. Çünki bilirik ki, Pythonda bir sualın minlərlə deməyəm, çox elədim 5-10 dənə həlli çoxdur. Və bu ədədlərdən məncə ən rahatı palindrom ədədlər üçün budur. Məsələn, burada str-i niyə verdim? Bilirəm ki, mən bu ifadəni, mən bu komandanın operatoru yalnız str tipli ifadə edə bilərəm. N bərabər int input verdim. Mən bunu artıq run eləyəndə, verəndə məsəl üçün 121-i mənə error verəcək. Niyə? Çünki deyir ki, int object is not subscriptable. Yəni int obyektinə siz bunu edəməzsiniz. Bu tamamilə səhvdir. Siz hökmən daxil edilmiş ədədi sətr tipinə çevirməlisiniz. İndi proqramı icra edirəm. 121-i daxil etdim, ədəd palindromdur. 134 daxil etdim, ədəd palindrom deyil. 3443 daxil etdim, ədəd palindromdur. 3567 daxil etdim, ədəd palindrom deyil. Bu qədər sadə, bu qədər bəsit palindrom ədəd tapılır. Bəs sınaqlarda necə palindrom ədədlə bağlı suallar düşür? Əslində demək olar ki, metod eynidir. Lakin biraz daha uzadılmış versiya nə verir? Bir neçə ədəd daxil edir. Deyir, bu ədədlərdən palindromları tapın və s. kimi. Bunları da edə bilərik. Məsəl üçün, gəlin bir dənəsinə baxaq. Deyir ki, daxil edilmiş n sayda ədəddən palindrom olanları çapa verən proqramı yazın. Baxın, burada problem fərqlidir. Burada tema fərqlidir. Burada mövzumuz budur ki, daxil edilmiş ədəd n deyil. Daxil edilmiş n sayda ədəd.
Yəni n bərabər int input verirəm. Mənim bu ədəd mənim daxil edəcəyim ədəd deyil. Mən yoxlamalıyam ki, palindromdurmu deyilmi? Bu ədəd mənim neçə dənə ədəd daxil edəcəyimi göstərən həmən o ədəddir. Məsələn, mən bura 2 verəcəm, 3 verəcəm. Buna uyğun da 2-3 dənə ədəd daxil etməli olacam. n bərabər int input verdim. For i in range 0-dan n-ə. Bura diqqətlə baxaq. 0-dan n-ə. Bu nə deməkdir? Mən n-ə 3 verirəm. 0-dan n-ə məntiqi nədir? For i in range-də. 0, 1, 2. 3-ün özünü götürürmü? Xeyr, götürmür. Neçədən ədəd götürmüş olacaq? 0, 1, 2-ni, 3 dənə ədədir. Mənim daxil etdiyim neçə idi? 3 dənə. Deməli, for i in range ümumiyyətlə daxil edilən n sayda ədəd deyiləndə siz n-i verirsiniz, sonra for i in range 0-dan n-ə yazsaz, bu məntiqlə ilərləsəz tamamilə doğru olacaq. For i in range 0-dan n-ə. Bu nə deməkdir? Yəni 3 dəfə icra edəcək. 3 dəfə nə edəcək? Ədəd daxil edəcək. X bərabərdir int input. X bərabərdir int input. Deməli, birinci n bərabər int inputumun məntiqindən biraz danışaq. Bu, mənim neçə ədəd daxil edəcəyimi göstərdi. X bərabərdir int input isə mənim artıq sırayla daxil etdiyim ədədlər olacaq. Bu x-i daxil edir. Sonra mən həmən andaca x-i STR-ə çevirirəm. Sonra elə həmən anda da soruşuram ki, if x bərabərdirsə x qoşa nöqtə mənfi 1-ə print nə? Bu dəfə ədəd palindromlu yox. Mənə nə demişdi? Daxil edilmiş n sayda ədədlərdən palindrom olanları çapa verən. Palindrom olanları, yəni ədədin özünü çapa verəcək. Print int x. Niyə int x yazıram? Əvvəla print x də yaza bilərdim, amma mən burada x-i STR eləmişəm deyə STR tipində verməyini istəmədim. İndi onu da yoxlayarıq. Amma yəni heç bir fərqi yoxdur əslində belə baxanda. Yalnızca indi yoxlayanda görəsiniz fərqini. Deməli, proqram bundan ibarətdir. Məncə tam işləyəcək. Deməli, yoxlayırıq. Birinci dəfə inputa verdiyim mənim, baxın, neçə ədəd daxil edəcəyimdir. 3 verdim. Deməli, mən 3 dənə ədəd daxil edəcəm. Birinci ədədim olsun 121. İkinci ədədim olsun 256. Üçüncü ədədim olsun 636. Gördünüz ki, 121 və 636 ədədləri daxil etdim. Lakin burada belə bir, necə deyək, problem var. Əslində, problem də tam deməzdim, amma elə bil, mən yazdıqca həmən elə bil, mən yazıram, o bütün dövrü icra edir və sonra print verir. Əgər istəyirsinizsə ki, daha səliqəli şəkildə olsun, yəni siz əvvəl ədədləri daxil edəsiniz, sonra o palindrom olanları çapa versin, onda daha fərqli bir üsula gedə bilərsiniz, siyahı üsuluna gedə bilərsiniz. Siyahı üsul da olduqca rahat üsuldur. Nə edirsiniz? Bir dənə burada boş siyahı açırsınız. Sonra hər x bərabər int input eləyəndə bu ədədi a-ya daxil eləsin. Sırf buradan bura qədər olan hissə daxil edəcəyim n sayda ədədi A siyahısına daxil elədi. Bitdi, bu qədər. A siyahısına hazır neçəli mənim var? 3 dənə. Sonra yenə bir dövr açırıq. Əlbəttə, bu dövr yekunlaşandan sonra tam bitdi. A siyahısı tam doldu. Yenə bir dövr, A dövrünə indi müraciət edirik. For i in A. I bərabərdir STR i. If i bərabərdirsə i qoşa nöqtə mənfi 1-ə print int i. Bu qədər. Yoxlayıram. Neçə ədəd daxil etməliyəm? 3 ədəd. Birincini daxil edirəm 121. İkinci 256. Üçüncü 365. Bəli, çapa verdi 121. Bir dənə 121. Niyə? Çünki bunların arasında yeganə palindrom olan ədəd 121-dir. Bu daha səliqəli üsuldur. Bir yazdığım, ikinci yazdığım kod sətirləri daha elə bil sən daxil edərkən etməz sənə çapa verəndir. Amma bu daha səliqəlidir. Bu 3 dənəsini daxil edirsən, ən yekunda olanları çapa verir. Məsələn, 5 verirəm, 5 dənə ədəd daxil etməliyəm. 121, bir dənə də palindrom yazaq, bir dənə palindrom olmayan qeyd edək, bir dənə də palindrom olmayan qeyd edək və son olaraq bir dənə də belə bir ədəd qeyd edək. Görün nələri çapa verdi. 121-i, bunu, bu ifadəni, istər-istəməz deyəsən palindrom bir ədəd yazmışam burada və bu ifadəni çapa verdi. Beləliklə, palindrom ədəd əsas məntiqini anlayırsınızsa, bu məntiqi anlayırsınızsa, onsuz da düşən bütün sual tiplərini yaza biləcəyiniz bir proqramdır, palindrom ədədin tapılması proqramı. Ümid edirəm ki, faydalı olmuşdur. Daha çox fərqli mövzuda əgər proqramlar istəyirsinizsə, rəy bölməsində fikrinizi bildirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. İzləmədə qalın. Sağ olun, salamat qalın.